Dediğimiz gibi bugün təlimin artıq ikinci günüdür, ikinci təlim günündeyiz. E, e, Değerli təlimçimiz Suğra xanım sizə salamlayırıq. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Mən səsküydə olduğum üçün çox da uğurlar arzu edirəm. Buyurun Suğra xanım, söz sizdədir. Salam, axşamınız xeyir. Necəsiz? Ümid edirəm ki, səsim yaxşı gəlir. Bəli, Ə, gəlir. Axşamınız xeyir müəllim. Əla, axşamınız xeyir. Səsləri hamı bağlasın, zəhmət olmasa. Çünki burada qarışmasın, mənim də fikrim yayılmasın. Bu gün artıq görüşümüzün ikinci günündəyik. Keçən səfər texniki problemlərə görə alınmamışdı qoşulma. Mən istəyirəm ki, ilk olaraq sual-cavabla başlayaq, biraz belə aktivlik yaransın. Keçən dərsimizdən sonra necədir? Ümumiyyətlə araşdıran varmı? Və ya necə deyim, yəni təəssüratlarınız necədir? Qısa bir cümlə ilə və ya sözlə ifadə edə bilərsiniz, amma mesaj şəklində chat bölməsinə yazın. Səsləri heç kim açmasın. Çünki siz çoxsuz, mən təkəm. Fikrim qarışır, çox səs gəldikdə. Keçən dərsimizdən olan təəssüratlarımız, ümumiyyətlə nələr baş verdi, nəyisə araşdırmısınızmı? Salam bəy, sayənizdə daha çox maraq yanan Aynə gözəl. Aha. Sonra Yox, yaxşı olsun inşallah. çox araşdırma elədim. Əla. Ümumiyyətlə bu sahədəsinizsə və ya bu sahəyə başlamaq istəyirsinizsə, özünüzdə birinci ən önəmli olan qabiliyyət araşdırma qabiliyyətidir. Yəni mütləq araşdırma qabiliyyətinə sahib olmalısınız. Ən azından rəqibləriniz. Bu gün ümumiyyətlə araşdırmadan keçəcəyik biz dərsi. Keçən dərs qoşula bilmədim. Eybi yox, bu dərs baxarsınız. Sabah da olacaq. Çox güman ki, bəli, sabah da olacaq saat 9-da. Əla, çox gözəl. Mən daha çox keçən dərsdən bəri daha çox reklamla bağlı istəklər var idi ki, reklama öyrənmək istəyirik, metanı, ads meneceri falan. Xoş tutur Aynə xanım, mən təşəkkür edirəm. Belə deyim də, ümumi sırf kontenti falan da azca da olsa bilməlisiniz ki, reklam verdikdə belə hansı kontentin daha yaxşı tutacağını biləsiniz. Məsələn, elə kontent var ki, baxırsınız buna, deyirsiniz ki, bu reklamda tuta bilməz. Amma elə kontent var ki, o reklamda çox yaxşı işləyir. Ona görə mütləq kontentdən də anlayışınız olmalıdır. Və belə deyim, dünya üzərində bizdə niyə az? Bir dəqiqə. Nəyə görə bizdə bu işlə məşğul olduğunu deyən çox, amma bu sahənin zəif olduğu bir mühitdir. İnanmıram artıq bu sahə zəif olsun, çünki hal-hazırda çox insanın SMM-ə marağı yaranıb, amma SMM asan bir işdir deyib də daxil olmaq yox bu sahəyə. Həqiqətən marağınız varsa, birinci özünüzü araşdırın. Siz nə istəyirsiniz? Nəyə marağınız var? Məsələn, SMM-də freelance işləmək istəyirsinizsə, çox vaxt deyirlər, bəzən təlimçilər deyirlər ki, evdar xanımlar falan. Okey, evdar xanımlar da qoşula bilər, öyrənə bilərsiniz. Reklamı falan, hər hansı bir hissəsini bilə bilərsiniz. Amma məsələn, istəyirsinizsə gedib çəkilişlər falan eləməyə, yenə gərək evdən çıxasınız, yenə sizin iş saatlarınız olacaq. Və freelance işləmək çox çətindir. 9-6 işlə bilirsiniz ki, 9-dan 6-ya qədər işləyəcəksiniz, bitəcək sizin iş saatınız. Amma freelance işləyəndə bu tamam fərqlidir. Sadəcə siz belə deyim də 9-dan 6-ya qədər yox, 6-dan sonra belə mesajları cavablamalısınız, işlərinizi görməlisiniz. Yəni günün 24 saatı işləyirsiniz. Ona görə siz asandır deyib bu sahəyə gəlməyin. Çünki asan deyil həqiqətən. Və freelance işlədikdə bir neçə sahə ilə fərqli sahələrlə işləyəsiniz gərək. Kreativlik düzdür, bir cəhətdən yaxşıdır. İlk başlarda sizə çətin gələ bilər, amma kreativliyiniz yaranacaq, istərsiniz inkişaf etmiş olacaqsınız. Amma bəzi insanlar bunu qəbul edə bilmir, ağır gəlir. Bir sahədə işləmək daha asan gəlir. Nəinki 5-6 sahə, fərqli sahələr üçün kontent yaratmalısınız, reklam qoymalısınız, onun hədəf kütləsini araşdırmalısınız, rəqib analiz etməlisiniz. Yəni çox da asan bir iş deyil. 4 ilə yaxındır artıq Məryəm xanım, yəni bu işdəyim. Əsas belə deyim, müəllimliklə, təlimçiliklə başlamışam, 5 ilə yaxındır. Daha sonra sırf SMM təlimçisi olaraq, həm də SMM mütəxəssisi olaraq çalışıram.
Deməli, başqa suallara baxaq. Burada nələr var? Freelance üçün misal üçün fayl kimi tətbiqlər ilə də etmək olar. Olar, amma gərək sizin dil biliyiniz olsun. Və Upwork artıq Pro versiyasında işlətsəz daha yaxşı, belə deyim, vakansiyalar görə bilərsiniz. Əvvəllər pulsuz idi, amma indi gərək siz onu pullu şəkildə işlədəsiniz, yəni Pro versiyasında. Bir dəqiqə mən bunu bağlayım, mesajları rahat oxuyuram. Sonra CapCut necədir? CapCut çox əladır. CapCut-ı bilməyiniz çox yaxşıdır bu sahədə ümumiyyətlə. Ən azı özünüz üçün belə kiçik videoları montaj edərək səhifənizdə paylaşa bilərsiniz. Deməli, başqa nə sual qalıb? Çox insan edir, yaxında ehtiyac qalmayacaq, tez hərəkət etmək lazımdır. Əslində tez hərəkət etmək deməyim də, bu sahədə nə qədər uğurlu olsanız digər rəqiblərinizdən fərqlənəcəksiniz. Öz üzərinizdə işləməlisiniz. Məsələn, əvvəllər 5-6 il öncədən süni intellekt elə də inkişaf etməmişdi, düzdür? Amma indi süni intellekt dövrüdür və süni intellektdən istifadə edə bilməyən SMM-lər, marketoloq fərqi yoxdur. Hər kəsin artıq işə zəifləməyə başlayacaq. Hər dəfə yeni bir şeylər öyrənməlisən. Bu sahə elədir. Mən SMM-i bildim, bitdiyindən bir iş bitmir. Siz hər dəfə yenilik çıxdıqca onu öyrənməlisiniz ki, öz sahənizdən, yəni fərqlənəsiniz. Digər rəqiblərinizdən fərqlənəsiniz. Nə üçün sizi seçməlidirlər sualına cavab olaraq özünüz birinci cavab tapmalısınız ki, niyə görə hansısa şirkət məni seçməlidir? Okey, indi günümüzdə AI-dır, süni intellektdir ki, onu bilirsinizsə sizin üçün plusdur. Rəqəmsal marketinqdir, məsələn, SMM-lə kifayətlənməyib rəqəmsalı öyrənə bilərsiniz ki, bir pillə daha yuxarı çıxasınız həm maaş olaraq, həm bilik olaraq. Yəni, özünüzü daim inkişaf etdirməlisiniz. Yerinizdə qalsınız, təbii ki, artıq sizə ehtiyac olmaya bilər. Xeyr, mən asan demək, asan görüb bu işə başlamam, təbii ki. Çünki mən SMM-in cavablı qrafik reklam növünü sevirəm, həvəsim var. Okey, əla. Belə baxıram ki, yəni çox insan var bu işə məşğul olan, amma kimin hansıdır? Təbii ki, onu bilmək olmur. Yəni kim necə bilir, hansı dərəcədə bilir, onu bilə bilmərik. Hər kəs özünə belə deyim, belədir, öz savadına belədir. Yəni mən məsələn bunu bilirəm, çəkişi bilirəm, okey, montajı bilirəm, süni intellekti bilirəm, kontent yaratmağı bilirəm və bir şirkətdə işləmək üçün çox yaxşı bir namizədəm. Amma elə şirkətlər var ki, məsələn, mobilqrafı da ayrıdır, dizayneri ayrıdır, kontent yaradıcısı ayrıdır, reklam verəni ayrıdır. Yəni belə bir şirkətlərdə işləmək daha asandır. Niyə görə? Siz bir peşəni seçirsiniz. Sırf kontent mütəxəssisi məsələn. Ancaq kontent yaradırsınız və ya AI mütəxəssisiz, ancaq süni intellektlə kontent yaradırsınız. Və ya siz sadəcə mobilqrafsınız, çəkiliş eləyirsiniz. Baxın, belə vəzifə bölgüləri var. İndi bu gün danışacağım onlardan da. Yəni bir işi bir insana, bütün işi bir insana yükləyəndə də çox yorulur. Amma bir insan bir sahəni seçib o sahə ilə getsə daha yaxşı olar. SMM-dir deyib hər şeyi bilməyiniz vacib deyil. Mən SMM-əm, hər şeyi bilməliyəm deyib bir şey yoxdur. Rahat video düzəldə bilirəm artıq. Əla, okey. Yəni özünüz öyrənə də bilərsiniz. Bu demək deyil ki, özünüz öyrənmisiniz görə zəif bilirsiniz. Yox. Elə insan tanıyıram ki, özü öyrənib bugün özü belə dərs verir, amma halbuki bu insan da videolara baxaraq öyrənmişdi. Ona görə də yəni öz üzərinizdə daim işləyin. Kursa da gedin, özünüz də öyrənin, araşdırın mütləq şəkildə. Fərqlənmək üçün öz üzərinizdə işləməlisiniz. Webinarı qeyd edib paylaşa bilərsiniz sonradan. Bilmirəm, webinar qeyd olunursa deyil. Yetkililərdən soruşarsınız. SMM kimi şirkətlərə işə gəlmək üçün sertifikatlarım lazım, diplomu falan var. Məsələn, sizin belə deyim, bir çox şirkət təhsil istəyir artıq, baxır şirkətə, şirkətdən şirkətə də fərq var. Kiçik şirkətlər diplom falan tələb eləmir. Amma sertifikatınız olmasa sizin üçün üstünlükdür ki, bu sahədə sizin sertifikatınız var. Hal-hazırda mən görürəm ki, məsələn, SMM üzrə demirlər diplom gətir. Deyirlər ki, sertifikatın varmı? Bunları soruşurlar. Məsələn, onun olması sizin üçün daha çox, belə deyim də, müsbət haldır. SMM üzrə ali təhsil yoxdur, amma marketinq üzrə var. SMM üzrə də marketinqimin hissəsidir. Ona görə də marketinq təhsili bəzən tələb oluna bilər.
Yəni hansı sahəni istəyirsinizsə o sahədə siz inkişaf edin, o sahəni öyrənin və plus da dil bilin. Freelance işlər rahatlıqla götürə bilərsiniz. CV-nizi genişləndirin, portfolio düzəldin özünüz üçün və s. Belə sualları bitirək hələlik. Suallar verməyə indi. İkinci qrupdadır marketinq, səhv eləmirəmsə ikinci qrupda olmalıdır. Belə, indi suallarımızı sona saxlayarıq. Sonda bir daha bir 10-15 dəqiqəlik sual-cavab eləyərik. Mən ikinci mövzumuzu açım və başlayaq. Deməli, SMM sosial media marketinqi və hansı bacarıqlara yiyələnməliyik? Bu sualı bir də sonda verərsiniz, zəhmət olmasa. Dəqiq bilmədim, nə üçün soruşursunuzsa. Bəlkə də bu dərsdən sonra artıq suallarınıza cavab tapmış olarsınız. SMM nəyə xidmət edir? Ümumiyyətlə, sosial media marketinqi nə üçündür? Təbii ki, bilirik ki, əsas markamızı tanıtmaq üçündür. Ən önəmli hal-hazırda bütün brendlər, bütün bizneslər, bütün xidmətlər sosial mediadan istifadə edirlər. SMM ümumiyyətlə sosial media marketinqi deməkdir. Sosial media marketinqi meneceri və ya sosial media meneceri. Baxın, belə tərcümeyi halı bu formadadır. Daha sonra markamızı tanıdırıq, hədəf kütlə ilə bağ qururuq, geri dönüşlərimizi artırırıq, satışlarımızı artırırıq, müştərinin biznesi olan loyallığını artırır. Yəni inamını, etibarını. Ən önəmlisi markamızı tanıtmaqdır ki, hansı ki biz bunu tanıtmadan nə hədəf kütləsi yığa bilərik, nə insanlardan geri dönüş ala bilərik, nə satışlarımızı artıra bilərik, heç bir. Ona görə ən önəmlisi markamızı tanıdırıq. Markamızı da tanıtmaq üçün etaplar var. Və bu etaplarda bu dərsdə deyil, səhv eləmirəmsə, AIDA modeli deyilən bir kontent hissəsi var. Onu kontent dərslərində keçəcəyik. AIDA modelindən markamızı etap tanıdırıq. Birdən-birə mən durub sırf satışa aid kontentlər paylaşa bilmərəm. Məsələn, mən birdən-birə deyirəm ki, telefon satıram, gəl məndən. Bunu heç kim gəlib məndən almayacaq. Ona görə nə etməliyəm? İlk olaraq onu insanlara tanıtmalıyam. Özəlliklərindən bəhs eləməliyəm. Nə bilim, fərqliliyini vurğulamalıyam. Necə ki, biz öz xidmətimizi satanda fərqi yoxdur, bu xidmət olsun və ya brend olsun, məhsul olsun. Necə ki, öz fərqliliyimizi bildiririk. Məsələn, SMM dərsi keçənlər çoxdur. Mən deyə bilərəm ki, mənim metodum daha yadda qalandır, daha lori dildə izah eləyirəm və ya izah etmə qaydamı arxayınam və çox, belə deyim, özümdən arxain şəkildə bildirirəm ki, mənim dərs keçmə metodum tamam fərqlidir. Bu məni digər təlimçilərdən fərqləndirir. Plus, bəzi yerlərdə mən özüm bir neçə dəfə qoşulmuşam, sertifikat verilmir. Amma mən kursdan sonra sertifikat verirəm. Bu mənim özəlliyimdir. Və kursun özəlliyi belə ola bilər ki, içəriyində onun. Yəni, kursda məsələn, digər yerlərdə reklam dərsi keçilmir, sadəcə kontent hissəsi, mobilqrafiya hissəsidir. Okey, amma məndə reklam dərsləri var. Baxın, bunlar məsələn mənim xidmətimin fərqliliyidir. Hər hansı bir məhsul olsun, nə bilim, siz dərman satırsınız. Dərmanın nə kimi xüsusiyyətlərini deyə bilərsiniz? Bu problemlərinizi aradan qaldıracaq, nə bilim, bu xəstəlikləri aradan qaldıracaq və s. Siz onun fərqliliyini deməlisiniz insanlara. Okey, bu dərmandan eyni tərkibdə bir çox yer sata bilər və ya bu kursu bir çox insan verə bilər. Amma sən onu insanlara fərqli təqdim etməlisən ki, niyə görə səndən almalıdırlar? Daha sonra hədəf kütlə ilə bağ qurma. İlk olaraq biz hədəf kütləmizi necə təyin edə bilərik? Onları araşdıracağıq ki, hədəf kütləmizi araşdırmaq üçün, tapmaq üçün nələrdən istifadə edirik? Geri dönüşləri artırmaq, okey, bunları bildik, satışımızı artırırıq və müştərinin biznesi olan loyallığını. Artıq biz müştərinin bizdən hər hansı bir məhsul və ya xidməti alma hissəsinə qədər gətirmişik və o bizdən alır. Təbii ki, ondan sonraki etapı da biz, yəni dövrü də əhatə eləyir bu marketinq. Şərt deyil ki, mən bir dəfə satdım, bunu bitdi. Çalışmalıyıq ki, həmin müştəri bizim biznesimizə və ya xidmətimizə etibarı, inamı artsın. Əgər onun etibarı, inamı artmayacaqsa, ikinci dəfə nə o bizdən alacaq, nə də dost tanışına bizi tövsiyə eləyəcək. Ona görə çalışmalıyıq ki, yəni məhsulumuz və ya xidmətimiz insanların ehtiyaclarını ödəsin. SMM menecerin öhdəlikləri. Baxın, məsələn, bir SMM menecer olmaq üçün hansı bacarıqlara biz sahib olmalıyıq?
Mən deyərdim ki, burada yazılanları bir kənara qoyum. Dərsin əvvəlində də bildirdim ki, ən önəmlisi araşdırma qabiliyyətidir. Bir də məntiqi düşünmə. Mütləq şəkildə. Hər hansı bir problem yarana bilər burada. Kontent də ola bilər, reklam da ola bilər, fərqi yoxdur, hər bir şeydə. Biz onu düzgün şəkildə yönəltməliyik. Yəni məntiqi düşünərək onu A nöqtəsindən B nöqtəsinə gətirməyi bacarmalıyıq. Mən ən əsas bunları deyərdim. Araşdırma mütləq ümumiyyətlə bu dərsimiz bizim araşdırmadan ibarət olacaq. Mütləq araşdırma qabiliyyətiniz olmalıdır. Daha sonra media planda hansı ki medianı siz düzəldirsiniz, kontent plandır. Operatorluq, danışıq qabiliyyətinizdir. Mən bir foruma qatıldım. Bu yaxın, yəni bazar günü olmuşdur. Strateji marketinq forumu idi. Bilmirəm aranızdan qatılanlar olsa. Orada bir təlimçi bildirdi ki, əgər sən özünü düzgün şəkildə təqdim edə bilirsənsə, deməli yaxşı SMM ola bilərsən. Əgər sən özünü düzgün şəkildə təqdim edə bilmirsənsə, danışıq qabiliyyətin yoxdursa, insanlarla ünsiyyət qura bilmirsənsə, səndən SMM olmayacaq. Niyə görə? Ən azından biz SMM olduqda insanlara bəzən məsələn rayonlarda belə bu işin nə olduğunu bilmirlər. Düzdür, şəhərdə çox yayılıb, amma rayonlarda bilmirlər. Sən onu düzgün şəkildə insanlara təqdimat etməlisən. Ümumiyyətlə SMM-lik nədir? Təqdimat, tanıtmaq, nəyisə tanıdırsan. Özünü tanıtmasan belə hər hansı bir işi tanıdırsan, səhifəni tanıdırsan. Ona görə mütləq sənin danışıq qabiliyyətin olmalıdır, operatorluq qabiliyyətin olmalıdır. Daha sonra kreativlik mütləqdir. Bu düzdür, ilk zamanlarda çox vaxt olmur. Daha sonra yavaş-yavaş kontentlərlə işlədikcə, bizneslərlə, brendlərlə işlədikcə bu sizdə yavaş-yavaş yaranmağa başlayır. İcarəçi, yəni istərsiniz siz hər hansı bir komanda olsun, hər hansı bir iş olsun, onu idarə etməlisiniz və bu bacarıqlara sahib olmalısınız. Reklam, hansı ki, biz məsələn, istər Meta'da olsun, istər Instagramın özündə olsun, istər Ads Manager'da olsun, reklamları bilməliyik. Əvvəllər, belə deyim, daha çox kontent hissəsi idi. Reklamı bilməsə də, yəni bir reklam meneceri özü reklam verirdi. Amma indi siz bunları bilməlisiniz. Çünki ən azından reklam meneceri olsa belə ona prompt verməyi bilməlisiniz. Yəni ona tapşırıq verməyi, yönəltməyi belə bilməlisiniz. Ona görə mütləq buradakı bacarıqlara sahib olmalısınız. Bir də gəlir analiz, mütləq şəkildə analiz bacarıqlarına sahib olmalıyıq. Analiz, araşdırma, yəni bunlar bir oxşar bacarıqlardır, mütləq olmalıdır. Gəlirik SMM prosesi necə baş verir? Sosial media meneceridir. Kontent paylaşır və həmin kontent paylaşdığı kontent hədəf kütləsinə gedir. Yəni bu sırf SMM prosesidir ki, sosial media meneceri əsasən nə edir? Daha sonra reklamlardır, reklamların hesabatlardır. Bu daha sonraki aşamalardır, proseslərdir, hansı ki baş verir. Sonra gəlirik sosial mediada strateji addımlar. Bizim burada tapşırığımız var. Bu tapşırığı siz özünüz eləyəcəksiniz, özünüz üçün. Çünki siz çoxsuz, mən tək-tək fərdi olaraq tapşırıqları yoxlaya bilməyəcəm. Özünüz üçün eləyəcəksiniz. Sosial media strategiyanızın 5 hədəfini yazın. Ola bilər ki, sizin öz biznesiniz və ya hal-hazırda bir məhsulunuz, xidmətiniz var. Onun üzərindən gedəcəksiniz. Amma sizin heç bir məhsulunuz, xidmətiniz yoxdursa, xəyali bir brend, məhsul və ya xidmət fikirləşəcəksiniz. Onun üçün bir sosial media strategiyası quracaqsınız. Yəni 5 addımdan ibarət, 5 hədəfini yazacaqsınız. Məsələn, mən yeni bir plan dəftəri yaradıram. Həmin plan dəftəri üçün sosial mediada ilk 3 ay ərzində nələr eləyəcəm? Okay, birinci səhifə açılma, bu birinci hədəfdir. İkinci səhifəmi optimizasiya eləmə, bu ikinci hədəfdir. Baxın, belə hədəflərimizi yazırıq. İndi hədəflərimizi daha detallı izah eləyəcəm, yəni belə bitməyəcək ki, sizin ağlınızda sual qalmasın. Və bunu siz özünüz üçün yazacaqsınız ki, düzgündür yoxsa yox, hansı ki, mənim burada verdiyim hədəflərə uyğun. Hədəflərin müəyyən edilməsi. Ümumiyyətlə, sosial mediada hədəfləri necə müəyyən edirik? Birinci, markamızı tanıtmaqda ən birinci hədəfimiz. Okay, mən bayaq dedim ki, dəftəri hazırlayırıq. Dəftər üçün nə etməliyəm birinci? Sosial mediya yaratmalıyıq. Söhbət sırf sosial mediadan gedir. Ənənəvi marketinqdən yox. Məsələn, nə bilim, billboardlara verəcəm və ya nə bilim, reklamını radioda, televiziyada verəcəm. Bunlar yox. Bizdə sosial media, ənənəvi marketinq deyil. Birinci gəlir markanı tanıtmaq. Okay, markamızı tanıtmaq üçün nə etməliyik? Sosial media. İlk olaraq sosial media platformalarından istifadə etməliyik.
Bazar dəyərini artırmaq, əgər hal-hazırda var olan bir biznesdirsə, onun bazar dəyərini artırırıq. İkinci hədəfimiz, üçüncü satışları artırmaqdır. Mən məsələn bu ay nə bilim 60% satış eləmişəm. Növbəti ay üçün mənim hədəfim odur ki, satışımı 70%-ə qədər qaldıracağam. Bəs 70%-ə qaldırmaq üçün nə etməliyəm? Ən başa qayıdaraq düzgün kontent yaratmalıyam, düzgün reklamlar verməliyəm. Yenidən isti kütlələrə, ilıq kütlələrə reklamlar verməliyəm, soyuq kütlələri cəlb etməliyəm və s. və s. Bütün bunların hədəflərini təyin edirik. Müştəri əlaqələrini genişləndirmək, yeni əməkdaşlıqlar cəlb etmək. Ola bilər siz B2B satışsız, yəni biznesdən biznesə, korporativ satışsız və s. Yəni və ya B2C, yəni biznesdən insanlara. Fərqi yoxdur. Yeni əməkdaşlıqları da cəlb edə bilərsiniz. Baxır sizin biznesinizə, sizin sektorunuza, sizin məhsul və ya xidmətinizə. Şərt deyil ki, bütün bu hədəflərin hamısını edəsiniz. Yenə deyirəm, əgər yeni başlayan bir biznesinizsə, ilk olaraq markanızı tanıtacaqsınız. Markanızı tanıtmaq üçün nələr etməlisiniz? Səhifə açmaq, hədəf kütlə müəyyən etmək, nə bilim, rəqibləri araşdırmaq. Bunlar sizin hədəflərinizdir. Əgər yox, var olan bir biznes və ya xidmət və ya məhsuldursa, satışlarınız əgər varsa, satışlarınızı artırmaq üçün hədəflər müəyyən edəcəksiniz. Bunlara uyğun özünüz üçün 5 dənə hədəf müəyyən edirsiniz, onları yazırsınız və başlayırsınız onun üzərində işləməyə. Ola bilər ki, siz SMM mütəxəssisi kimi, SMM meneceri kimi kiçik olaraq və ya kontent meneceri kimi çalışmaq istəyirsiniz. Özünüz üçün kiçik addımlar atırsınız. Başlayırsınız səhifə açmağa, səhifəni optimizasiya edirsiniz, həmin səhifədə paylaşımlar edirsiniz, highlightlar düzəldirsiniz və s. Bunlar sizin artıq hədəflərinizdir. Bunları biz smart hədəflər də deyə bilərik. Amma smart hədəflər düzü daha spesifik olur. Onu biz full SMM kursunda keçirik. Biraz detallı məsələdir. Amma kiçik, belə deyim, hədəfləri belə müəyyən edə bilərik özümüz üçün məqsəd qoyaraq. İkinci gəlirik hədəf kütlə analizi nədir? Mən hardan bilərəm ki, mənim hədəf kütləm kimlərdir? Onları necə təyin edirik? Əsas 4 nüansa görə demoqrafik bilgiləri, coğrafi bilgiləri, maraqları və davranışları. Bunu həmçinin çox vaxt Ads Manager-də də eləyirik. Yəni, bunları bilmək Ads Manager-də də bizə kömək eləyəcək. Öz biznesimizin hədəf kütləsi kimdir? Sırf mənim auditoriyam kimdir? Demoqrafik. Məsələn, mən kimlərə satıram? Xidmətim və ya məhsulum kimləri üçündür? Ailəli insanlar ola bilər, subay ola bilər, qadınlar ola bilər, bəylər ola bilər, nişanlı cütlüklər ola bilər, evliliyə yeni hazırlaşanlar ola bilər, valideynlər ola bilər. Bütün bunları biz əgər Instagramdadsa sorğu eləyərək araşdırırıq ki, kimdir bizim hədəf auditoriyamız. Ads Manager-də isə orada seçə bilirik. İstədiyimiz auditoriyanı tam seçib detallı onların qarşısına reklam verə bilirik. Sonra coğrafi bilgilərə baxırıq. Məsələn, harda yerləşir, harda yaşayır. Mənim əgər biznesim 28 ətrafdadsa, deməli mənim hədəf kütləm o ətrafda, o territoriyada yaşayanlardır, coğrafi bölgə olaraq. Maraqlarına gəlirik ki, bu insanlar nə ilə maraqlanırlar? Təbii ki, mən əgər dəftər satıramsa, daha çox dəftər almaq istəyən insanlar olacaq. Tələbələr ola bilər, yəni plan dəftəridirsə, belə deyim, iş adamları ola bilər, tələbələr ola bilər, sonra evdar xanımlar belə ola bilərlər ki, plan yazmağı sevən insanlar. O zaman gəlib biz maraqlarda sırf bunları hədəfləyirik. Sonra gəlirik davranışlarına baxırıq. Davranışları bir neçə cür ola bilər. Məsələn, sosial mediadan aktiv istifadə edənlər, sosial media vasitəsilə alış-veriş edən insanlar, daha sonra necə deyim, sosial mediada aktiv olub yorum yazanlar, like eləyənlərlə yaş aralığı, sosial mediaya daha çox zaman ayıranlar və s. Bu formada biz analiz eləyərək, araşdıraraq hədəf kütləmizi müəyyən edə bilərik. Hədəf kütləmizi müəyyən edib daha sonra ona uyğun kontentlər hazırlayırıq. Və burada belə bir nüans da var ki, kontentləri ümumi hazırlayıb, yəni hər növdən kontent hazırlamalıyıq. Bu mütləqdir. Amma kontentləri hazırlayıb daha sonra hədəf kütləmizə sual verə bilərik ki, daha çox hansı kontent növünü bəyənirsiniz? Ola bilər bəzi deyir ki, mən məsləhət tipli kontentləri daha çox bəyənirəm. Faydalı məlumatları daha çox sevirəm. Biri deyə bilər ki, mən trendləri izləməyi daha çox sevirəm və s.
Onun üçün də hədəf kütləmizə suallar veririk. Və gəlirik rəqib analizinə. Rəqib analizi ümumiyyətlə nədir? Rəqibin yəni rəqib analizi necə gedir prosesi? İlk olaraq rəqibin sosial mediasını analiz edirik. Elə insanlar var ki, biz bəzən çaşırıq. Məsələn, hər kəs bizim rəqibimiz deyil. Hər kəs bizim rəqibimiz ola bilməz. İlk olaraq bunu araşdırmalıyıq. Sırf bizim tam oxşar 2-3 dənə rəqibimizi seçirik. 5 dənə də ola bilər, fərqi yoxdur maksimum. Sırf onları analiz edirik. Sosial mediasına baxırıq. Sosial mediasında takipçilərinə baxırıq. Daha sonra paylaşdığı kontentlərə baxırıq, məhsullarına və ya xidmətlərinə baxırıq, marketinq və reklam strategiyalarını analiz edirik, müştəri geri dönüşlərini analiz edirik. Ən sonda isə SWOT analizi. SWOT analizində indi detallı deyəcəm ki, nədir? Ki, müştəri geri dönüşlərini analiz edirik. Bununla necə baxa bilərik? Təbii ki, biz rəqibin direktinə daxil olub baxa bilmərik. Yorum hissəsindən baxa bilərik. Ona gələn yorumlara baxa bilərik ki, insanlar necə geri dönüşlər eləyirlər? Yəni müsbətdirmi, mənfidirmi, narazılığı nədir? Rəqibin etmədiyi, amma mənim edə biləcəyim nələr var? Onların hamısını qeyd edirik, başlayırıq ona uyğun özümüz üçün kontentlər yaratmağa. SWOT analizi. İndi SWOT analizi mən sizdən soruşmaq istəyirəm ki, bilən varmı aranızda? Bəli, müəllimə. Mən bilirəm. Güclü və zəif cəhətlərimizdir də SWOT analizi. Aha, tək o deyil. Onu mesaj şəklində yazan zəhmət olmasa. Ümumiyyətlə SWOT analizi nədir? Mən deyim, Chat bölməsinə yazan zəhmət olmasa. qısa bir də məlumat verəcəm və sizə çox uzatmayacağam. Aha, buyurun. Güclü, zəif təhdidlərimiz, bir də şeylərimiz olmalıdır. Nə deyim? 4 dənə funksiyası olur. O 4-lərində də gücümüzü bilməliyik nədir, zəif nöqtələrimiz nədir, özümüz nəyi bacarıq, nəyi bacarmır, bunları bilməliyik SWOT analizində. Budur. Bəli. Aha, bəli. Bu, yəni təkcə fərdi deyil də, bunu fərdi də eləyə bilərik, çox yaxşıdır. Özümüz üçün SWOT analizi eləyə bilərik, həmçinin biznesimiz üçün. Çünki biznesimizdə mən niyə görə SWOT analizinə gəldim? Rəqib analizindən keçdim SWOT analizinə. SWOT analizində həm daxili faktor var, həm də xarici faktor var. Aha, Səbinə xanım. Daxili faktorumuz 2 dənə güclü və zəif tərəflərimizdir. Bu bizə aiddir, daxilidir.